Həzrət Əlinin Fatimədən olan qızının neçə yaşı var idi ki, onu da Ömərə versin? Elhamdülillah və salatu və salamu alə mən lə nəbiyyə və dəmə. Selamun aleyküm və rəhmətullah. Aleykümselam. Elhamdülillah. Məlumdur ki, o vaxtın urfuna görə qızlar tez ərə gedirdilər. Hətta oğlanlar tez ailə qururdular. Yəni o qəribə deyildi. Orada cürbəcür rivayətlər var. 12 də bəzi rivayətlər 12 gəlir, bəzi rivayətlər 9. O vaxtı bu bir adi bir şeydi, yəni o vaxtın urfuna görə belə evlənirdilər. Və Ümmü Kulsum da bəli, Əli ibn Əbi Talibin qızlarının biri idi, Ömərə vermişdi. Və bu hətta o kimlər ki, şübhə salmaq istəyirlər o hadisəyə, yalan saymaq istəyirlər, bəziləri deyirlər cin idi, bəziləri deyirlər ki, kral altında, yəni Ömər məcbur eləyib. Bunlar hamısı cəfəngiyatdır. Belə deyən adamların xəbərləri yoxdur ki, öz kitablarında bu yazılıb. Ki, Əli Ümmü Kulsumu verdi Ömərə. Öz xoşu ilə. Bəli. Növbəti sual odur ki, Yezid tabiindirsə, onda Əbu Ləhəb sahabədir. Bu sual düzgün deyil. Yəni, Yezid nə dəxli var Əbu Ləhəblə? Əbu Ləhəb kafirdir. Əbu Ləhəb kafirdir. Və adı çəkilən şəxsdir ki, hansı ki, Allah Teala Təbbət surəsində o adını çəkir. Baxmayaraq əmsidir. Bunlar ki, kafirdir. Kafir necə sahabə olar? Sahabi, o sual verən görsəni ki, heç bilmir, sahabi kimə deyilir? Sahabi kimdir? Kim Peyğəmbər sallallahu aleyhi ve selləmi görüb, iman getirib və o cürdə ölüb? Sahabi bunlardır. Amma qaldı ki, Yezid sahabi deyil, o tabiindir. Tabiindir, bəli. Və lakin Yezid xəlifə olanda ümmətin çoxsuna beyət elədi. Hətta böyük sahabələr, İbn Ömər kimi və başqaları. Həmçinin yenə bayaq ki, mövzu haqqında komment var. Yazan sual verir ki, Həzrəti Əli Ömərə qız verməyib. İstəyib, yəni Ömər istəyib, ancaq verməyib qızını Ömərə. İkinci məsələ deyir odur ki, Əbu Bəkr, Osman və Ömər Həzrət Əliyə qarşı çıxıblar. Haqqına giriblər, zülm ediblər. Səhih Buxaridə də Peyğəmbərimiz nə deyib? Mən Həzrət Əlini vəkil seçdiyim və o Əmir əl-Möminindir. Kim Həzrət Əliyə qarşı çıxsa, mənə qarşı çıxmış olar. Və buna əsasən də əvvəldə adını çəkdiyimiz 3 nəfər Həzrət Əliyə qarşı çıxdığı üçün kafirdir. Daha bütün aləmi qarşıdırdı bir-birinə. Buxaridən xəbər verir bizə, bizim xəbərimiz yoxdur. Yəni belə Peyğəmbər sallallahu əleyhi və səlləm dostlarından belə fikirləşən var, nə deyəsən? Onlar nəinki Peyğəmbər sallallahu əleyhi və səlləm dostu, həmçinin Əli ibn Əbi Talibin dostu idilər. Onunla bir yerdə idilər. Biri kürəkəni idi, biri bacanaq idi. O birisilər də hansısa babalarında birdilər. Belə baxanda onlar hamısı əmşaqlardır. Hamısı. Lakin gəlin bir gedək də. Nə deyir o əvvəldə? Ömər istəyib, radiyallahu anh, Həzrət Əliyə radiyallahu anh verməyib. Deyir ki, hardan götürmüşsən? Yəni, ona soruşun ki, hardan götürüb onu? Onların kitablarında yazır. Kuleyn də gəlir, hətta fəslin adıdır. Hədislər orada 7 hədis gətirir, rivayət. Fəslin adıdır, babın adıdır ki, Əli Ümmü Kulsum verdi Ömərə. Və onlar fikir versəz, onlar nə üçün bu məsələni üstə deyənlər? Çünki onlar qurduğu bilin ki, bina bu məsələlə dağılır. Çünki onlar ən İslamın düşməni kimi Öməri təqdim ediblər. Baxmayaraq, Əhl-i Beyt öz uşaqlarına Ömər adı qoyur. Məsələn, bunlar Ömər qoymurlar. Səfərlərdən sonra Ömər adlı qadağan oldu. Ona görə bu tərəfdə bir normal, ağlı olan adam, belə insaflı. Bu tərəfdən eşidir ki, Ömər, sonra eşidir ki, Əli qızın verib ona. Düz gəlmir axı. Əli qohum idi ona. Radiyallahu anh. Düz gəlmir. Ona görə onlar bu məsələdən əziyyət çəkirlər düzü. Əziyyət çəkirlər. Onlar qurduqları bina dağılır onunla. Ona görə bəziləri inkar edir, hansılar ki, xəbərlər yoxdur öz kitablarına. Bəziləri deyir ki, cin idi. Əli ibn Əbi Talib gör ki, Nəcrandan bir cin çağırdı. Yalnız ki, Mədinədə cinlər dolu idi. Bilməm, Nəcrandan nə çağırdı. Və dedi ki, Ömərin yanına girəndə Ümmü Kulsuma oxşayarsan. Ömərdən cinlər qaçırdılar. Əli ibn Əbi Talib onlarla söhbət edirdi. Yəni bilirsiniz, onlar o elə rivayətlər qoyublar, əslində alçaldıblar. Həm Əlini, radiyallahu anh, həm Həsəni, həm Hüseyni və başqalarını da. Lakin onlar fikirləşməyiblər bunu. Neysə də çağırır, deyir ki, bəs girərsən sən Ömərin yanına. Ömər də girəndə görür ki, Ümmü Kulsumdur. Sonra yaxınlaşdıqca böyüyür, götürür onu pəncərədən də ələ sallar, götürür pəncərəni atır. Sonra Ömər tezdən durur, əl yüzünü deyir, bu nə idi? Sonra təzdən girir, yenə görür, 3-4 dəfə də ələ sallar. Belə rivayətlər olan minbərdə danışır, belə rivayətləri. Yəni özüm eşitmişəm. Bunlar hamısı cəfəngiyatdır. Və bəziləri deyir ki, ikra altında, yəni məcbur eləyib. Ola bilsin, bəlkə qılıncı qoyub, Əli ibn Əbi Talibin başına ki, Ümmü Kulsum verməsən, sən öldürəcəksən və ya məcbur eləyib. Bunlar hamısı cəfəngiyatdır. İstəsən, istəməsən də, bəli, verib qızın. Ümmü Kulsumu verib, razılıqla, şəriət qaydalarına, halallıq olub, xoşuma gəlməsə də. Bəli, və bu da qurduğum o bina hamısı dağıldı. Hamısı boş söhbətdir. Nə deyirlər?
Amma o ki qaldı Abu Bakır, Ömer, Osman radiyallahu anhum, Ali radiyallahu anhuna düşman olub yalan oldu. O da yalandır. Harada yazılır ki? O Buxarıda, bizi Buxarıda öyrədir. Buxarıda bəli ola bilsin o işarə eləyir o hadisəyə, qədr-xuma. O Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, "Mən kuntu mevla, fəalu mevla." Yəni baxın o hədisin səbəbinə. Necə ki ayələrin nazil olmaq səbəbləri var. Hədislərin də demək olar ki, çoxsunun səbəbi var. Baxın onu Peyğəmbər sallallahu əleyhi və səlləm niçin əlini çağırdı oradan? Yəni nə üçün? Çünki onu incimişlər müəyyən bir təbəqə, müəyyən bir hissə. Onun da səbəbləri vardı, Yəməndən gəlirdi. Rivayətlər açıq aydındır bu. Onların kitablarında da olmalıdır. Ona görə çağırdı. Yəni vəli 30-dan çox mənası var idi. Nə də orada bir də mənası əmirdir. Deyirlər qutardı əmir. Əmir olsaydı mənasında əmir. Əli olardı Peyğəmbərdən sonra sallallahu əleyhi və səlləm. Sağ Heç kəs də etiraz eləməzdi. Lakin Abu Bakır olanda heç Əli özü demədi ki, ya Abu Bakır, bəs mənə deyir axı. Yaxşı Abu Bakırın vaxtı mən oldu. Sonra Ömər gəldi, radiyallahu anh. Ömərin vaxtında deyərdi, ya Ömər, bəs mən olmalıydım axı. Qədr-xumda belə dedi. Elə şey demir. Osman da həmçinin vaxtında xəlifə olanda demədi ki, ya Osman axı mən olmalıydım, bəs qədr-xumda belə demişdilər. Özü də olanda istəmədi, hətta Nəhcül Bəlağ da, düzdür, möhtəbər sayılmasa da bizdə o kitab. Nəhcül Bəlağ da gəlirlər ona deyirlər ki, sən ol xəlifə. O deyir ki, mən xəlifə olmaq istəmirəm, yəni vəzir olmağım xəlifə olmağımdan yaxşıdır. İstəmədi. Ya demədilər ki, ay Qədr-xumda səni seçmişlər, daha qoymurdular, indi gəl ol yenə. Bunlar hamısı cəfəngiyatdır, böhtandır. Əli ibn Əbi Talib radiyallahu anh çox yaxşı münasibətdə olub Osmanla, bacanağı idi. Ömərlə qaynı idi. Həmçinin Abu Bakrın adı yaxın dostu idi. Qohum idi. Bunlar hamısı cəfəngiyatdır. O ki qaldı, o axırda deyəsən deyir kafirdirlər onlar. Hələ söz işlətmək. Necə yəni Peyğəmbər sallallahu əleyhi və səlləm Əli kafirlərlə durub oturub. Boş cəfəngiyatdır, bu İslam dini deyil. Bəli.